Belə əziz dostlar, dəyərli tamaşaçılar, çox xahiş edirəm kanalda olanlar hərəniz bir dəfə bəyənmə işarəsi verin, bəyənin, paylaşın, yazın. Turizm mövzusu ilə bağlı mən sizə yaxın günlərdə bir veriliş həsr edəcəm dostlar və həmin verilişdə görəcəksiniz ki, nəyi bəhanə edirlər ki, Azərbaycanda turizm ona görə inkişafı zəifdir, turistlər gəlmir. Həm də ki, dostlar, Azərbaycanda qiymətlər o qədər bahadır. O qədər bahadır. Və görür ki, bu turistdir. Turistin elə bil ki, ayrıca qiyməti var. Sən öz vətəndaşına necə baxırsan, turistə də o qiymətlərlə xidmət edir. Hə, turisti bunun pulu var. Daha sən, yəni bununla bağlı qanunlar olmalıdır. Hətta bax, cərimələr buna tətbiq olunmalıdır ki, əgər bir turist hansısa bir restorana gedirsə, həmin restoranda ona 2 qat, 3 qat hesab yazırlar ki, həmin restoran cərimələnməlidir. Deyək ki, həmin turistin ola bilsin ki, milyonlarla izləyicisi var, ölkə haqqında mənfi imic formalaşdıra bilər. Mənfi imic formalaşdıra bilər. Ona görə qiymətlər kəllə çarxsın, taksi xidməti 10 manatlıq yola 20 manat deyir, 30 manat deyir, dil bilmir, işarə ilə deyir, onu ver, bunu ver. Ona görə turist gəlmir də, Azərbaycana gəlmir. Gəlmir də, görürsünüz ki, gəlmir. Yenə də deyirəm, ged bax, Ermənistan turizmindən nə qədər gəlir götürüb, sən nə qədər gəlir götürübsən, sənin dövlətin nə qədər gəlir götürüb. Arif Hacılı da onu yazır. Siz daha hansı səbəbləri görürsünüz, əziz izləyicilər? Azərbaycana turist axınının azalmasını nədə görürsünüz? Qiymətlərin bahalaşması, yoxsa nələr? Xahiş edirəm, siz də yazın, sizin də fikirlərinizi biz buradan səsləndirək. Bundan əvvəl hansı tamaşaçı idi? Bahalıq haqqında yazırdı. Əvvəlcə, əziz dostlar, Əvvəz Zeynallının dünən bir statusu vardı. Onu sizin diqqətinizə çatdırmaq istəyirəm. Əvvəz Zeynallı ağrıları ilə baş-başadır. Allah şəfasını versin. Və elə hörmətli rejissorumuz dünən Əvvəz Zeynallını bir şəkil paylaşmışdı. O şəkili də ver. Başın sağ olsun, ağsaqqal deyə Əvvəz Zeynallı bir status paylaşıb və ağrıları ilə baş-başa qalıb. Deyir ki, son 3 günü Əvvəz Zeynallı deyir dostlar, ölüm ağrılarında son 3 günü ölüm ağrılarında keçirirəm və bu ölüm ağrıları hələ də davam edir. Əvvəz Zeynallı yazır. Bugün səhər saat 10-dan indiyə qədər xəstəxanada olmuşam. Həkimlər məni özümə gətirmək üçün çox çalışdılar. İndi baxıram ki, xeyli adam məni bugünkü gün münasibəti ilə təbrik edib. Bütün məni təbrik edənlərə təşəkkür edirəm. Əvvəz Zeynallı yazıb dostlar. Dünən bilirsiniz ki, mətbuat günü idi, bayram idi, mətbuatın bayramı indi. Olmayan mətbuatın nə bayramı. Sağ olsun, dünən məni də yüzlərlə izləyici, tamaşaçı, dostlar, tanıdıqlarım insanlar təbrik elədi. Amma bayram, heç mətbuat bayramı hiss olunmur. Dostlar, çox xahiş edirəm, yazın və davam edirəm. Əvvəz Zeynallı ilə bağlı davam edirəm. Görürsünüz şəkili, Əvvəz Zeynallı, Allah şəfa versin Əvvəz Zeynallıya, əziz dostlar. Dünən elə bu şəkili paylaşıbdı və ağrıları ilə bağlı yazır.
Zaten bu gün planımda vardı ki, Əvəz Zeynallı yazır, gedib Zərdabinin yanına biraz dərdləşim onunla. Ağrılar imkan vermədi, olsun. Zərdabiyə deyəcəyim sözlər ürəyimdə qalmasın. Başın sağ olsun, ağsaqqal. Əmanətini qoruyub saxlaya bilmədik. Son qəmin olsun, ustad. Allah sənə bir də bu miqyasda dərd göstərməsin. Bir də buralara gəlmə, deyə Əvəz Zeynallı status paylaşmışdı. Əziz dostlar, burada kifayət qədər də rəylər var. Tamaşaçılar da, izləyicilər burada yazıblar ki, İsmail Askarov dualarımız sizinlədir. Tamam Nur Tağla Biyanlı yazır ki, Allah sizi qorusun, amin, Allah kömək olsun. Əvəz Zeynalının statusu. İndi Kəramət Böyükçölün bir maraqlı statusu var, dəyərli dostlar. Kəramət Böyükçöl də demək bahalaşma ilə bağlı status paylaşıb. Bundan əvvəlki dəqiqələrdə kim idi? Dedi ki, bəs bahalaşmadan danışmaq lazımdır. Kəramət Böyükçöl yazır. Rayonlarda dəhşət bahatçılıqdır. Şəhər köşklərində 40 qəpik olan bir oyuncaq yolun qırağında 10 manata qoyurlar. Özlə oyuncağı yolun qırağına tələ kimi qoyurlar. Bilirlər ki, uşaq maşından görüb istəyəcək. Atası da məcbur olub alacaq. Bir tərəfdən də oyuncağı satana baxırsan, özü də uşaqdır. Kasıbçılıq, alverçilik uşağın xarakterində elə murdar xüsusiyyətlər əmələ gətirib, insanlar vəhşiləşib. Pul, pul, ancaq pul. Tanrı göydə nədirsə, pul yerdə odur. Kəramət Böyükçöl daha sonra yazır. Həkimlər saxta firma dərmanları yazır. Məqsəd pul. Apteklər saxta dərmanlar satır. Məqsəd pul. Yüzlərlə, minlərlə şey saymaq olar. Məqsəd puldur. Ölkədə hansı ideologiyanı qaldırırsan, altından pul çıxır. Elə bil, Azərbaycan xalqını doldurublar bir qutuya, deyiblər ki, hamınız bir-birinizin əti, canı, qanı, iliyi ilə dolanın. Yeyin bir-birinizin ətini, canını, bir-birinizin qanını için, axırda da bir-birinizdən iyrənin ki, birləşib bizə qarşı çıxa bilməyəsiniz. Kəramət Böyükçöl yazıb. Dostlar, bax, Kəramət Böyükçölün bu statusuna mən əhsən deyirəm, düz də yazır. Bax, indi biz danışırıq, bahaçılıq, monopoliya, qiymətlər qalxıb, nə bilim, keyfiyyətsiz mallar satılır, vaxtı keçmiş mallar satılır. Kim satır? Öz millətimizin nümayəndələri satır da. Ona da kimsə məcbur edir, deyir ki, get. Bunu MSK-nın üzvü satır, yaxşı, indi yapısı satır, məmur satır. Bax, bilirsiniz, problem məmur problemi deyil, həm də cəmiyyətin bütövlükdə bir xəstəliyidir. Cəmiyyət xəstədir. Və niyə cəmiyyət xəstədir? Çünki cəmiyyətin həkimi özü xəstədir. Cəmiyyətin həkimi kimdir? Cəmiyyətin həkimi təhsildir. Cəmiyyəti cəmiyyət kimi formalaşdıran ədəbiyyatdır, jurnalistikadır, təhsildir, efirdir, mədəniyyətdir. Hansını araşdırırsan, hamısında axsama var.
Yəni bu problem təkcə ölkənin problemi, məmur problemi deyil, ay əzizlər. Bax, indi düz deyir. Rayonlara gedsə fərqi yoxdur. Rayon, şəhər fərqi yoxdur. Yəni bilir ki, o uşaq maşından yerə düşən kimi atası məcbur edəcək 40 qəpiklik, 1 manatlıq nə isə ona 10 manata daldıracaq. Çünki məcbur edəcək, ağlayacaq. İndi atadır, uşağın çox istəyir, babadır, nəvəsi üçün alacaq, çox istəyir. Düzdür, düz deyil. Yəni, bahalığı yaradan səbəblər də var da. Bahalığı yaradan səbəbləri biz araşdırmalıyıq. İndi hamı düşür, hamımız düşürük. Filan problem məmur. Nə bilim, kimsə evindən çıxır, əlində zibili atır küçüyə, onda da günahkar məmuru. Və özümüzdən başlamalıyıq. Bugün Azərbaycan cəmiyyətinin formalaşması, müəyyən qisminin formalaşmasından ötürü illər lazımdır. Maariflənmə aparmaq lazımdır. İnsanlar bir-birinin həzm etmir. O onu aldadır, bu bunu aldadır. Bazara gedirsən, 1000 dəfə dədəsinin görünü and içir. Bu qarpız şirindir. Alırsan, gəlirsən, baxırsan ki, qarpız şirin deyil, qarpız yeməli deyil. Və yaxud da ki, kimsə pomidor satır. 1000 dənə əzizlərinin canını and içir. Kiloda da vurur. Keyfiyyətdə o keyfiyyətdə. Axı fikirləşmir ki, bu insan ayda əziyyət çəkir, səhər tezdən işə gedir, axşam evə gəlir, arğın, yorğun. Ayda 600, 700, 800 mal pul qazanır ki, sən onun pulun axı niyə alladırsan onun cibindən o pulu çıxardırsan? Mən izah edə bilirəmmi? Hamı pul. Pula görə məktəb pul, bağça pul, səhiyyə pul, pul. Hamının da psixologiyasını zəbt edib. Hamının yox, indi müəyyən bir qisim var, əziz dostlar, onları işğal eləyəm. Allah vurub o pulu ki, o pul mənə təsir eləsin. Mən nifrət eləyirəm pula. Şəxsən mən irgənirəm o puldan. Çünki bugün o dünyanı çalxalandıran, insanlara insanlıq vidindən çıxardan puldur. Ona görə də bu həyat 50 il, 60 il, 70 il insan bu həyatda yaşayırsa, bu həyatın ləzzətin çıxarmaqdan ötürü, eşqlə bu həyatda yaşamaqdan ötürü pul insanları yoldan çıxarır. Pul yaxşı şeydir, amma hər şey demək deyil. Pul az qalmamaqdan ötürü, müəyyən tələbatını ödəməkdən ötürü, indi bu milyardlar var. Bax, indi baxın əziz dostlar, İstər dünya prezidentlərini analiz eləyin, mafiya başçıları analiz eləyin, biznesmenləri, bu pul sənin deyil. Bu pul fırlanır yer kürəsində. Hansı ailənindir bu pullar? Bugün dövlətlər var, kreditlər, borcları var. Məsələn, Amerikaya borcu var, Beynəlxalq Valyuta Fondunda borcu var, nəyə var? Hörmətli izləyici, zəy vurursunuzsa, efirə qoşulmaq istəyirsə, yazın. Bilim kimsiz. İzah edə bilirəmmi? İzah edə bilirəmsə, dostlar, bir xəbəri diqqətinizə çatdırım mən. Bu təhlillərə vaxt taparıq, danışarıq. Bu günləri bir qazi ölümü ilə bağlı. Hörmətli rejissor, o qazinin də şəklini ver. Bir qazinin vəfat etməsi ilə bağlı xəbər yayıldı.